İnsanlar maddi ehtiyaclarını qarşılamaq üçün bir çox hallarda banklara üz tuturlar. Problem isə götürülən pulun geri qaytarılması zamanı baş verir. Belə ki, ödənişi gecikən vətəndaşların adları qara siyahıya düşür. Bu siyahıya salınanlar isə problemli müştərilər hesab edilir. Banklarda qara siyahı adlı bir siyahı yoxdur. Banklar müştərilərə kredit verilərkən həmin kreditin ödənilməsini özündə ehtiva edən ödəniş cədvəli verirlər ki, bu cədvələ uyğun olaraq da müştərilər öz öhdəliklərini icra etməlidirlər. Sözsüz ki, əgər müştəri öz öhdəliklərini vaxtında icra edirsə, bank müştərini yaxşı cəhətdən, məsuliyyətli tərəfdən tanıyırsa, ona növbəti mərhələlərdə kredit verilməsinə yardım edir. Lakin mənfi tarixçəsi olan, bankın öhdəliklərini vaxtında icra etməyən, bir növ öhdəliklərinə məsuliyyətsiz yanaşan şəxslər isə növbəti dəfə kredit müraciətində bankdan ya rədd cavabı alırlar, ya daha nisbətən ağır şərtlərlə kredit təklifləri alırlar. Bəzi banklarsa adları qara siyahıya salınan müştərilərə təkrar kredit versə belə şərtləri daha çətin edir. Məsələn, müddəti az olmaqla daha yüksək faizli kiçik məbləğdə kreditlər təklif olunur. Amma qanunla müəyyən edilmiş xüsusi hallar var ki, bu zaman ödəyicinin adına gecikmə düşmür. Buna baxmayaraq, istənilən halda həmin şəxs borcunu qaytarmaq məcburiyyətindədir. Nisiyə alqı-satqı zamanı dövriyyəsi 100 min manatı keçməyən, sahibkarlıqla məşğul olan və hüquqi şəxs yaratmaqla, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən hər hansı bir qeydiyyat aparılmır və eyni zamanda kredit bürolarına bununla bağlı məlumatlar təqdim olunmur. Amma ümumi şəkildə götürdükdə isə hesab edirəm ki, vətəndaşlar özlərinin deməli, bağladıqları müqavilələr üzrə öhdəliklərin icrasına tam mükəlləfdirlər və bununla bağlı bütün maliyyə öhdəliklərini daşımağa cavabdehdirlər. Kredit tarixçəsi mənfi olan şəxs müəyyən qaydalar əsasında bu statusdan çıxa bilir. Bunun üçün əvvəlcə təkrar müraciət edərək problemli kreditini bağlamalı, vaxtında ödənişlərini etməlidir. Bir neçə dəfə kiçik məbləğli kreditlər götürüb, gecikməsi olmadan ödənişi edən problemli müştərilərin adı müəyyən müddətdən sonra qara siyahıdan çıxarılır. Asəf Zeynallı, Zaur Haşimov, Çinarə Vaqif, TV Səhər.